Bilmirəm, diqqət eləmisiniz yoxsa yox. Olur ki, biz hansısa bir seçim eləyirik və yaxud da nəsə hiss eləyirik və özümüz üçün avtoritet hesab elədiyimiz insanı gördükdə, onun hər hansı bir məsləhətini gördükdə tez eləmək istədiklərimizi qoyub onun dediklərini seçirik və yaxud da harasa getmək istəyirdik, artıq bilirik ki, hara getmək istəyirik. Nədənsə onun seçimini görəndə, haman bizə önəmli olan insanların seçimimizi dəyişib həmən yeri seçmək istəyirik və yaxud da dincəlmək istəyirik, ancaq görürük ki, filan kəs filan məqsədlər qoyub və biz tez toparlanırıq və hərəkətə keçməyə başlayırıq. Bu vaxtda bu ona gətirib çıxardır ki, biz öz hisslərimizdən uzaqlaşırıq, öz istəklərimizdən uzaqlaşırıq və həmin o özümüzə önəmli seçdiyimiz insanların istəklərini istəməyə başlayırıq, onların seçimlərini etməyə başlayırıq. Onlar kimi görünməyə çalışırıq. Məsələ burasındadır ki, bizim bu davranışımız ta uşaqlıqdan gəlir. Çünki biz özümüzə önəmli olan insanların yanında özümüz kimi ola bilmirdik. Onlar bizə elə bir təcrübə yaşadırlar ki, onların istədiyi kimi olmalıyıq, onların düşündükləri kimi düşünməliyik, onların seçimlərini etsək, o zaman təsdiq görürdük, o zaman rahat idi bizə, o zaman təhlükəsizlikdə idik. Sanki onlarla münasibət qura bilmək üçün onlar kimi olmalıydıq, onların dedikləri kimi davranmalıydıq, onların hiss etdiklərini hiss etməliydik. Və bu yetişkin vaxtda da belə davam edir. Mən bunu belə izah edərdim. Bu, başqasının yanında özünün fərqliyinə tab gətirməməkdir. Çünki əgər mənə önəmli olan insanın yanında fərqli olduğumu qəbul etsəm, o zaman mənim münasibətimdə təhlükə olacaq. O zaman ola bilsin ki, məni qəbul etməyəcəklər. O zaman ola bilsin ki, mən nə cürsə düzgün olmayacağam, nə cürsə uyğun olmayacağam. Və ona görə də bu təşvişdən ona uyğunlaşmağa çalışırıq. Ancaq yetişkin münasibət isə qarşındakı insana, hətta sevdiyin olsa belə, önəmli biri olsa belə, ona uyğunlaşmaq, onun kimi olmaq deyil. Yetişkin sağlam münasibət iki fərqli insanın fərqliliyinə tab gətirərək bir yerdə olmasıdır. Yəni, mənim səninlə münasibətdə ola bilməm üçün sənin kimi olmağa, sənin kimi düşünməyə, sənin kimi etməyə ehtiyacım yoxdur. Mən səni görürəm, bu çox gözəldir, sənin elədiklərin okey, ancaq mənim öz istəklərim var, mənim öz seçimlərim var.